Qızımın burada nə işi var? Gedib otursun öz evində. Elnarə Abdullayeva qızından danışdı. Əməkdar artist Elnarə Abdullayeva qızı Xədicə ilə bağlı verdiyi açıqlama ilə gündəmə gəlib. O, aparıcı Aytəkin Mərdanovanın qızınız sizin evinizə gəlməyib, sualına olduqca sərt reaksiya verərək, qızının artıq öz ailəsi olduğunu və onun öz evində qalmasının daha doğru olduğunu bildirib. Əl-ayağa dolaşmaqdansa oturub öz evində. Kömək lazım olanda bacılarım edir. Biz 9 uşağıq, 6 bacı 3 qardaş deyə sənətçi vurğulayıb. Müğənninin bu sözləri sosial şəbəkələrdə geniş müzakirələrə səbəb olub. Bəzi izləyicilər onun fikirlərinə dəstək verərək, valideynlərin övladlarının həyatına müdaxilə etməməsinin doğru olduğunu bildiriblər. Digər bir qisim isə bunun sərt yanaşma olduğunu qeyd edərək, ailə bağlarının daha isti münasibət tələb etdiyini vurğulayıb. Bəs siz necə düşünürsünüz? Ərə gedən qızın ata evinə tez-tez gəlməsi normaldırmı? Yoxsa o artıq öz ailəsi ilə yaşamalıdır? Sizcə valideynlər övladlarının şəxsi həyatına nə dərəcədə qarışmalıdır? Fikirlərinizi şərh bölməsində bizimlə paylaşın. Sizin fikirləriniz bizim üçün önəmlidir və müzakirəyə yeni baxış bucağı qatacaq. Videonu bəyənməyi və kanala abunə olmağı unutmayın.